Əmiri! Sən partlayırsan, necə paket? Nə qalsan, əmiri? Sümbül xanım, mən sizə onun səbəbini açıqlayaram indi. Nə səbəbə? Hansı səbəbdən danışırsan? İndi yalandan deyəcəksən ki, Mustafa müəllim mənə vəd verdi ki, get Sümbül xalanı qorxud, evi satsın. Ondan sonra da Aydanı sənə verərəm, hə? Vay. Yəni cümlə və cümlə tam eynisini dediniz. Yəni saçsız rəngi sarı olmasaydı deyərdim ki, siz Mustafa müəllimsiniz yəni. Miri, Bəli. Sümbülü qorxutsan, o da evi satmağa razı olsa, Aydanı sənə verəcəm. Aydanı mı? Sən başı xarabdır. Bən demirsən Adəm qorxar, bən demirsən Sona qorxar, bən demirsən ikisi də qorxar, hə? Dəmə, mən niyə demirsən, hə? Ay Sümbül xala qadınım, sən qatarın gedir, sən yaşlı adamsan, sənin o qorxu hisslərin olur. Səndə bütün hisslər olur, sən xəbərin yoxdur. Özün qatma da, bu söhbəti qatma da. Ay qatar getmiş, hissləri ölmüş. Gör, bu nə dost, satır səni, ay mən deyən. Satqın tülüncü, xoşuna gəlir səndən görə qaynamla söz götürürəm, hə? Kişi oldu da biraz ulğumun olsun, pula satılma, şəxsiyyətin olsun, hə? Qoy, özümə hörmət qoyum. İlk işim sən ləğv eləmək olacaq.